Biz burada deməli ağlara tətbiq olunan bir tələdən danışacağıq. Deməli, ağlar burada Y5 piyadasını götürdükdən sonra bu qəbul olunmuş Petrov müdafiəsidir. Biz isə burada öz fiqurumuzu inkişaf edirik, həm də ki, deməli, fiqurlarımızın dəyişməyini təklif edirik. Burada ağlar dəyişdikdən sonra, deməli, ağlar burada məcbur qalır ki, Y4-dəki piyadasını qursunlar. Burada 2 gediş var, həm D3-də olar, həm də ki, deməli, at C3-də olar. Amma gəlin biz at C3-ə baxaq, çünki həm fiqur inkişaf olunur, həm də ki, piyada qorunur. Deməli, biz fil C5 oynadıqdan sonra ağlar da çalışırlar öz fiqurlarını inkişaf eləsinlər və oynayırlar fil C4. Fil C4 əslində burada səhv bir gedişdir, çünki biz burada artıq F2 piyadasına hücumumuzu başladırıq. Biz burada oynayırıq at G4. At G4 oynadıqdan sonra düşünə bilərsiniz ki, bir dənə qala qurma ilə qorunmaq olar. Amma burada vəzirlə də biz əlavə hücum edirik və oynayırıq vəzir H4. Gördüyünüz kimi həm H2-yə, həm də ki F2 piyadasına hücum edirik. Misal üçün, əgər F2 piyadasını qorumağa çalışsa burada bir gedişə mat qoyuruq. Yox, əgər çalışsa ki, matdan qorunsun ki, bu daha ağıllı bir gedişdir. Biz burada fillə yox, məhz atdan vururuq F2 piyadasını. Vurduqdan sonra görürük ki, biz burada vəzirin üstünə hücum edirik. Vəzirin üstünə hücum edirik. Burada əgər zəif şahmatçı olsa, nəinki zəif, yəni bu tələni bilməsə, görməsə, vəzirini qaçırmağa çalışır. Misal üçün, oynayar vəzir E2. Ya da gəlin biraz daha çətin olsun deyə vəzir F3 oynayaq. Zaten ikisində də eyni mat olur. Və biz burada H3-dəki piyadanı vururuq. Yəni atımızı çəkib şah veririk. Və biz burada görürük ki, bu fil nə qədər böyük bir rol oynayır burada. Ağlar, ağ şah daha doğrusu H1, H2 fərqi yoxdur. Hara getdiysə getsin. Biz burada bir daha belə bir şah veririk. Atdan təzən F2-yə qayıdıb. Burada əgər vəzirlə qorunsalar ki, bu sadəcə şahın ömrünü 1-2 gediş uzadır. Yenə də axırda mat olacaq. Götürdükdən sonra deməli fillə belə bir şah verdikdən sonra şah misal üçün gedir G1 xanasına. Biz isə buradan belə bir mat qoyuruq. Və yaxud daha tez, əgər bunu da təhlil edeyim daha doğrusu, əgər ağlar daha doğrusu vəzirlə oynasalar E2-yə, yenə də həmçinin inşa olur, sadəcə biraz daha tez mat qoyuruq. Burada götürdükdən sonra H2-dəki